Lunteren Amersfoort yolundan salamlar. Hazırda vlogumuz başladı ve I'm vlogging. Say hi to my vlog. Hi all ya. Hazırda bir grup könüllü ilə Amersfoort adlı şəhərə gedirik Lunterenden. Təbii ki velosipedlə birinci qatar stansiyasına gedirik. Qatar stansiyasından isə Amersfoort adlı şəhərə gedəcəyik. Əslində məqsədimiz bugün Amsterdama getmək idi. Lakin təəssüf ki bugün Hollandiyada NS qatar sistemində strayklar baş verirdi. Yəni ki işçilər boykot elan eləmişlər və işə çıxmırdılar. Ona görə NS qatarları işləmirdi. Ona görə biz də qərar verdik ki, hara qatar işləyirsə ora gedək. Hazırda Aygülü və Meyracı görürsünüz. Belə, deməli qatarlar işləmədiyinə görə biz Amersfoort'a gedə bildik. Ancaq ora qatar işləyirdi. Amsterdama qatar işləmirdi. Belə, hazırda yola çıxmışıq. Səhər saat 11 radələridir. Yenə də o möhtəşəm meşə yolumuzla gedirik. Belə. Diana, say hi to my vlog. Okay. Belə. Okay. Allah say hi. Hi. Belə bir qrup könüllü ilə qatar stansiyasına gedirik. Videomuz qatar stansiyasından davam edəcək. Hazırda qatar stansiyasındayıq. We are at train station right now, waiting for our train and our friends. The weather forecast showed that there gonna be some rain, so we decided to sing a song. I will put it. I hope there is no copyright, so my video will get so. My umbrella, Ella, under my umbrella, Ella, Under my umbrella. So let's hopefully it will not get down because of the copyright. Let's hold your vlog. Okay, see you in train. It's raining, man. Oh no. Önüne bakı kafandan gelsin. Okay, thank you. Yes. Okay, have a nice day. Thank you. Hazırda Amersfoort'a çatdıq, qatar stansiyasına. Hava biraz soyuq olsa da güneş var. Ən azı biz Lunterenden çıxanda yağış yağırdı, indi yağış kəsib. Bu yaxşı bir işarədir. Əslində şəhər özü böyük bir şəhər deyil, amma dediyim kimi məqsədimiz başqa şəhər olsa da qatarlar onsuz da işləmirdi və yeganə seçimimiz, çox az seçimimiz var idi. Onlar arasında ən yaxşısı bu şəhər olduğuna görə bura gəldik. Belə videomuz Amersfoort'dan davam edir. Ballerina cappuccino. Mi mi mi.
Deməli Amersfoort'a gəldik, amma burada bir toy gördük. Yəni insanlar gəlinən bəy görə bilərsiniz siz. Çox maraqlı bir yerə gəlmişik. Hello. It's away. You get it? Yeah, just stay here so they think that I will shoot you, but I actually shoot. Toy photo shooting. Yeah. How do you like Amersfoort so far? Yes. Yeah? Yes. We just came out of train That station. train or like? Yeah. She's shooting. Mirash is working. Wait, Mirash. Riyadh. Work, wait. Need to earn some money. Camera boy. Burada siyələyə oxşayan bir şey tapdıq. Deməli Amersfoort gəzintimiz davam edir. Belə bir yerə gəlmişik. Burada əslində elə də böyük bir şəhər deyil, gördüyümüz qədərilə. Amma bizim qaldığımız Lunterndən daha böyükdür. Belə bir souvenir shopa gəlmişik. Çox kiçik, amma maraqlı şeylər satılan bir souvenir shopdur. Qeyd edək ki, deyəsən burada Down sindromlu uşaqlar özləri öz əlləri ilə hazırlayırlar. Belə çünki souvenir shop olsa da həm də belə workshoplar içəridə keçirirlər səfərimizə. Buradan görsənir içəridə hazırladıqları. Belə maraqlı şeylər satırlar, amma maqnit yoxdur. Tavanı möhtəşəmdir. Deməli hazırda belə bir yerə gəlmişik. Belə böyük, əzəmətli bir kilsə var. Və Hollandiyadasınızsa təbii ki, bu gül satılan yerlər tez-tez qarşılaşacaqsınız. Burada insanlar yemək yeyirlər. Burada insanlar gəzirlər. Bir fikir formalaşsın deyə qiymətlər deyim. Məsəl üçün bu güllərin qiyməti bir dipçəyi səhv eləmirəmsə 5.50 evrodur. İkisini alan 10 evro eləyir. İkisini alan yəni ki 17 manat, 18 manat civarı bir pul verməlisiniz dipçəyə, 2 dipçəyə. Deməli, az öncə göstərdiyim kilsə haqqında belə bir broşür tapdım. Burada məlumat var ki, deməli,
kilsədə 346 pilləkən var və hündürlüyü 98,33 metrdir. Sadəcə bağlı idi. Mən daxil ola bilmədim içəri. Burada da məlumat var. Düzdür, Holland dilindədir, amma belə başa düşürəm ki, rezervasiya və s. olunmalıdır öncədən. Sadəcə indi bağlı idi deyə biz daxil ola bilmədik. İndi belə bir kiçik bir coffee shop'a gəlmişik. Hazırda belə deyək də, mərkəzi küçələr, şəhərin mərkəzi küçəsindəyik. Burada çoxlu mağazalar və s. var. Hazırda Amsterdamda ən məşhur yerlərindən biri olan Amsterdam qalasına gəlmişik. Əslində kiçik bir yerdir, yəni qala dediyimiz belə böyük bir şey deyil. Sadəcə kiçik bir qaladır. Ətrafı da göstərir. Burada hava çox sürətli dəyişir. Məsələn, indi günəşlidir. 2 dəqiqə sonra yağış yağacaq. 3 dəqiqə əvvəl küləkli idi, nə bilim. Yəni ki, bildiyiniz bütün hava şəraiti eyni anda yaşamaq olur. Çox tez-tez dəyişkən bir havası var. Belə. İnsanlar isə çox rahat bir şəkildə gəzdirlər. Bugün cümə günüdür. Yəni ki, bizə qeyri-iş günü olsa da normalda burada iş günüdür. Amma insanlar hələ də küçələrdə insanları görmək olur. Deyəsən, cümə günləri burada günortadan sonra insanlar işdən tez çıxarlar. Ona görə belədir. Male bird. That's nice. What was that? Hot dog. Details. Hot dog. Details. What? Details. There, it's nice. It's really good. Not the best now. Çöldə yağış yağdığına görə içəri keçdik. Hazırda Amersfoort səyahətimizi başa vurduq və yağışlı qatar stansiyasına doğru gedirik. Şəhər özü kiçik bir şəhər idi. Bir neçə saat gözləməli yerləri var idi, ancaq ora gedə bildik. Belə bir dəfə gəlməyə dəyərdimi? Bəlkə də, hə, bəlkə də yox, bilmirəm. Amma yaşamağa dəyər bir şəhər idi. Çünki daha enerjili dolu bir şəhər idi. Biz yaşadığımız Londonə əsasən. Londonla müqayisədə daha energetik bir şəhər idi, amma səyahət eləyəsi bir şəhər deməzdim. Sadəcə, yəni Hollandiyaya gəlmişkən və əlimizdə olan imkanlarla, çünki videonun əvvəlində də dediyim kimi, yəni bu boykotlarla, işçilərin işə çıxmamaqla yaratdığı şərait ilə gedə biləcəyimiz limitli yerlərdən biri idi və burada gəldik. Hazırda qatar stansiyasına yaxınlaşırıq. Belə. Səhər isə başqa bir şəhərə getməyi planlaşdırırıq. Çünki bizə 4 gün tətil verilib. Üzr istəyirəm. Və bu 4 gündə fərqli şəhərlərə getməyi planlaşdırıram. Növbəti şəhərimizdən növbəti videomuzu
görəcəksiniz. Bu növbəti video olacaq hansı şəhərə getdiyim. İndi isə marallarla dolu bir bina. Maral. Bu da bizim kapuçinomuz. Balerina kapuçino. Belə. Beləcə artıq Qatardayıq və Lunterenə çatırıq. Amersfoort gəzintimiz sona çatdı. Burada hazırda uşaqlarının bir üzünə zəhri var yox. Saat neçədir? Təxminən 5-dir artıq. Tezdən saat 11 radələrində çıxmışdıq. Təxminən 4-5 saatlıq bir gəzinti oldu. Ki, əslində şəhər özü o qədər də böyük bir şəhər deyildi. Yaxşı gəzinti oldu. Belə növbəti şəhərlərdə və növbəti vloglarda görüşərik.